Vahabilərə yeni sualımızı səsləndiririk. O da bundan ibarətdir ki, doğrudur ki, müsəlmanların ikinci xəlifəsi Ömər ibn Xəttab İslamın ibtidai hökmlərindən belə xəbərsiz idi. Belə ki, İmam Nəsai özünün sünənində 1-ci cilddə 168-ci səhifədə bir dənə hədis nəql edir. Deyir ki, bir nəfər dedi, mən Ömərin yanında oturmuşdum, bir nəfər kişi gəldi dedi ki, ya əmirəl möminin, ey möminlərin əmiri, bəzi vaxtlar olur, biz bir ay, bəzi vaxtlar olur 2 ay su tapdırıq. Onda bizim namazımızın hökmü nədir? Ömər ona dedi ki, namazı tərk elə. Mən də hər vaxt su tapmasam, namazı tərk edirəm ta su tapana qədər. Bizim sualımız budur ki, İslamın ibtidai hökmlərini bilməyən bir şəxs necə ola bilərdi ki, müsəlmanların xəlifəsi olsun? Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə əbəd. Qardaş, bu kəsin danışığını göndərib, səsini göndərib, sual verir ki, bu kəsin iddiasının, sualının cavabı nədir? Ümumiyyətlə, qardaşlar, belə məntiqsiz və içərisində özlərini yalanlayan suallara cavab vermək doğru deyil. Nə üçün? Bu kəs bir dəqiqə danışır, bir dəqiqə ərzində həm özlərinin yalancı olduğunu ispat edirlər, həm də nə qədər məntiqdən uzaq olduqlarını ispat edirlər. Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, gözəl bir söz deyil. Buyurur ki, Allah rafiziləri həm əqildən, həm nəqildən məhrum edib. Nə əqil verməyib onlara, nəqil verməyib. Yenə İmam Şafi rahimehullah buyurur ki, göy qübbəsinin altında rafizlərdən daha yalancı bir göyüm yoxdur. Həqiqətən bu bir dəqiqəlik səs yazısının içərisində, bu danışığın içərisində bunu görmək mümkündür. Necə? Birincisi, bu adam deyir ki, Vəhabilərə sual verirəm və Ömər radiyallahu anhu haqqında sual verir. O hədis haqqında, Ömər radiyallahu anhudan bəhs edən hədis haqqında sual verir. Suala sualla cavab verilir, sual yaranır. Ömər radiyallahu anhu haqqında Vəhabilərə niyə sual verirsən? Bəyəm Ömər radiyallahu anhunun Vəhabilərlə bir əlaqəsi varmı? Ömər radiyallahu anhu Vəhabilərin imamı mı olub? Desən ki, bəli, Ömər Vəhabilərin imamı olub, ona görə bu haqda Vəhabilərə sual verirəm. Onda indiyə kimi insanları aldatdığınız, uydurduğunuz bu yalan üzə çıxmış olur ki, Vəhabilik 18-ci əsrdə İngilislər tərəfindən yaranıb. 18-ci əsrdə İngilislər tərəfindən yaranmış bir firqəyə onlardan 1000 il əvvəl yaşamış Ömər haqqında sual vermək bu məntiqsizlik, əqilsizlikdən başqa bir şey deyil. Ya etiraf edəcəksiniz ki, bəli, Vəhabilik Ömərin zamanında da var idi və Ömər Vəhabilərin imamıdır, onda buyuraq bu suala cavab verək. Sən demə, onda Vəhabilik Ömərin dövründə var imiş, hətta şiəlikdən əvvəl var imiş. Çünki Ömər radiyallahu anhu Ali radiyallahu anhudan da əvvəl xəlifə idi. Yox, əgər desəniz ki, Ömər Vəhabilərin yox, sünnilərin imamı olub, Vəhabiliklə bir əlaqəsi yoxdur, onda Vəhabilərə niyə sual verirsiniz? Elə sünnilərə sual verin də. Onda deyin ki, dünyada 2 milyarda yaxın Ömər radiyallahu anhunu sevən, onu möminlərin əmri olaraq qəbul edən, onun cənnətlik olduğuna şahidçilik edən sünnilərə sual verirəm deyin. Niyə Vəhabilərə sual verirsiniz? Hansı ki, dediyinizə görə sünnilər sizin qardaşınızdır, sizin işiniz Vəhabilərlədir, sünnilərlə bir işiniz yoxdur, sünnilər sizin qardaşınızdır. O zaman 2 milyarda yaxın sünniyə Ömər radiyallahu anhunu sevən, hər kəsdən çox sevən, onu xəlifə olaraq qəbul edən, onun cənnətlik olduğuna, cənnətlik olduğuna şəhadət edən sünnilərə, əhli sünnəyə verin o sualı. Vəhabilərin nə əlaqəsi var bu ilə? Və sonra deyir ki, hədisi gətirir. İmam Nəsai özünün sünənində. İmam Nəsainin sünən kitabının Vəhabiliklə bir əlaqəsi var. İmam Nəsainin rahimehullahın sünən kitabı Vəhabilərin kitabıdır, yoxsa Əhl-i Sünnətin 6 mötəbər kitabından biridir. Kutub-u Sittənin, ən mötəbər Kutub-u Sittənin kitablarından biridir. Desən Vəhabilərin kitabıdır, deməli İmam Nəsai rahimehullah da Vəhabi olub. Vəhabilik onda deməli ən tezi, ən gecə hətta 8-ci, 9-cu əsrlərdə var imiş.
İmam Nəsai 8-ci, 9-cu əsrlərdə yaşamış bir alimdir. Yox desən ki, İmam Nəsai Vəhabi olmayıb, bu kitabın da Vəhhabiliklə bir əlaqəsi yoxdur, sünnilərin kitabıdır, əhl-i sünnətin kitabıdır. Onda yenə də həmin suala qayıdırıq. Vəhabilərə nə dəxli bunun? Vəhabi dediklərinizə nə dəxli bunun? Bu sualı niyə Vəhabilərə verirsiniz? Yenə deyin ki, sünnilərə, əhl-i sünnəyə veririk bu sualı. Belə niyə demirsiniz? Yox, əgər desəniz ki, Vəhabilər bu kitablardan istifadə edirlər, əhl-i sünnənin kitablarından istifadə edirlər, ona görə bu sualı veririk. Onda yenə sual yaranır. Əhl-i sünnətin kitablarından istifadə edən niyə Vəhabi olur ki, elə əhl-i sünnət olsun da? Bir məzhəbin tamamilə başqa bir məzhəbin kitablarından istifadə etdiyi harda görülüb? Yəni sizə görə Vəhabilər düşməndirlər, Vəhabi dedikləriniz düşməndirlər, sünnilər sizin qardaşlarınızdır. Hətta sünnilərlə Vəhabilər də bir-birinə düşməndir. İnsan öz bir məzhəb, öz düşmənlərinin kitablarından niyə istifadə eləsin ki? Vəhabi dedikləriniz sünnilərə düşməndirsə, onların yolunu getmirsə, sünnilər əhl-i sünnə deyillərsə, niyə tamamilə fərqli bir kitablardan istifadə edib o kitabların hökmlərinə əməl etsinlər ki? Yəni, bu nə ziddiyyətdir, bu nə təzaddır, bu hansı əqlin məhsuludur? Odur ki, qardaşım, belə gülünc və məntiqə zid suallara cavab vermək belə gülüncdür. Yəni, bu adam bir dəqiqəlik səs yazsında nə qədər özünü gülünc vəziyyətə qoyur. Və ya bir də görsən belə deyirlər, Vəhabi alimi İbn Teymiyyə belə dedi. İbn Teymiyyə Vəhabi alimidirsə, niyə Vəhhabilik onda 18-ci əsrdə ingilislər tərəfindən yaranıb? Elə İbn Teymiyyənin zamanında var imiş də. İbn Teymiyyənin zamanından belə davam edilmiş Vəhhabilik. 12-ci əsrdən belə İbn Teymiyyə rahimehullah 12-ci əsrdə yaşayıb. Niyə o da Vəhabi alim oldu? Yəni ki, qardaşım, bu yalançılar göy qübbəsinin altında ən yalançı olan bu firqə iki şeydən birini etiraf etməyincə bunların sualına cavab verməyin. İki şeydən birini etiraf edəcəklər. Ya deyəcəklər ki, Ömər bin Xəttab Vəhabi olub, ona görə Ömərə aid olan sualları biz Vəhabilərə yönləndiririk. Və bizim Vəhhabilik 18-ci əsrdə ingilislər tərəfindən yaradılıb uydurması, nağılımız ilə sizi aldatmışıq. Ya da desinlər ki, bizim bu Vəhabi dediklərimiz əslində əhl-i sünnədirlər. Onlar Ömər bin Xəttabın, Osmanın, Əlinin, Əbu Bəkir radiyallahu anhum əcməin və ondan sonra gələn tabeinlərin, imamların yolunu gedirlər. Onların kitablarından, əhl-i sünnətin kitablarından Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsai və s. əsərlərindən, hədis əsərlərindən faydalanırlar, onlara əməl edirlər və onları öz alimləri hesab edirlər. Hansı ki, bu alimlər əhl-i sünnətin alimləridir və biz də belə bir səhv eləmişik. Yəni, bizim Vəhabi dediklərimiz elə əhl-i sünnətin özüdür. Sualınız Vəhabilərədirsə, onda Vəhabi dediyiniz alimin, hansı ki deyirsiniz ki, bu alim Vəhabi alimidir, o alimin hədis kitabından sual verin. Deyin ki, filan alimin hədis kitabı var. Vəhabi alimidir, onun hədis kitabı var, o hədisdə Ömər haqqında belə bir şey keçir. Yəni, bizim də əlimizdə, Vəhabi dediklərinizin əlində də belə bir hədis kitabı yoxdur ki, o hədis kitabını Vəhabi dediyiniz alim yazıb. Vəhabi dediyiniz kəslərin istifadə etdiyi kitablar Buxari, Müslim, Tirmizi, Əbu Davud, İbn Məcə, Nəsai, İmam Malikin Muvattasıdır, İmam Əhmədin Müsnədidir və s. və ilaxır. Təbərani, hamısı qədimdə sizin Vəhabi dediyiniz, Vəhhabilik 18-ci əsrdə yaşayıb dediyiniz firqədən, yaranıb dediyiniz firqədən 18-ci əsrdən 800 min il əvvəl yazılmış kitablardır. Yəni, bu qədər əqilə və məntiqə zid, həmçinin içi yalanla dolu suallara cavab vermək doğru deyil. Yəni, cavab verərək özünüzü belə bunların kimi gülünç səviyyəyə salmayın.